Sizden Aşkımdan danışırlar. yana Bizden danışırlar. Bizden danışırlar. Bizden danışırlar. Bizden danışırlar. Kapında kalan Real Stüdyomuz təqdimatı. Eksklusif olarak Pervin Production təqdim Bizi edir. bu dəqiqə saxlayan reklamı, bizi böyük maraqla izləyir hamı. Partladırıq YouTube, Instagramı. Bizden danışırlar. Bizden danışırlar. Bizden danışırlar. Bizden danışırlar. Mahnı var ki adam salır dərd qana, mahnı da var aparır ayrı aləmə. Bizə ləzzət eləyir gəlirik gündəmə. Bizim qonağımızdır və o cümlədən Yeni Baxış İctimai Nəzarət Təşkilatının rəhbəri Şahvələt Əsgərov hər ikisi qonaqdır. Bu günləri biz ilk öncə matəm mərasimi ərəfəsində bir çox tədbirlərdə olduq və o cümlədən ana heykəli qarşısında ziyarətdə olduq və ziyarət əsnasında hərə öz naləsi ilə, kimisi öz acıları ilə, yəni artıq heykəl qarşısında öz xatirələrini, öz matəm mərasimində öz xatirələrini tərənnüm etdirdi. Və bu günləri mən ilk öncə xanım olaraq Samirə xanıma söz vermək istərdim ki, Azərbaycanlılar bu günləri Rusiya Federasiyasında hədsiz, yəni yaşayanlar da var və müvəqqəti yaşayanlar da var, daimi yaşayanlar da var. Və müvəqqəti yaşayanlar da, daimi yaşayanlar da bu günləri Rusiya Federasiyasında bizi tərənnüm edir, bizi təmsil edirlər. Bu günləri bununla bağlı siz Rusiya Federasiyasında istərdik ki, Yeni Baxış İctimai Nəzarət Təşkilatının bir nümayəndəsi olaraq, yəni səlahiyyətli bir nümayəndəsi olaraq orada bu günləri matəm mərasimləri nə şəkildə təşkil olunmuşdur Xocalı'yla bağlı olaraq? Hər vaxtınız xeyir olsun. Bəli, bu günləri mən Saratos şəhərindən Xocalı faciəsi ilə deyə bilərəm ki, orada bizim də cəmiyyətlərimizin üzvləri, əlbəttə ki, hər kəs işlərinə işlədiyi yerdə getmirlər, iş yerləri bağlanır, hər kəs bu matəmə qoşulur. Biz bunun şahidiyik. Bugünkü gündə də Rusiyada bütün yaşayan Azərbaycanlılarımız asanlıqla yaşamırlar. Bildiyiniz kimi orada da müharibə gedir. Orada olan bütün qardaşlarımızı məcburiyyət qarşısında döyüşə göndərirlər. O məqsəddən bu günləri mən buradayam. Orada olan, həlak olan qardaşımızı dəfnini bura gətirmək üçün çox çalışdım və gətirdim. Yaralılarımız var hospitalda. Onlar öz razılığı ilə getmirlər. Bunun mən şahidiyəm. Ona görə ki, çoxu sənədsiz qaldığından, orada sənədləri olmadan müraciət edirlər ki, Azərbaycana üst tutmağa, sıraz onları məcburiyyət qarşısında müharibəyə yola salırlar. Bugünkü gündə mən bütün şəhid anaların qarşısında baş əyirəm. Orada olan Azərbaycanlı qardaşlarımız bizim arxamızdadır. Ona görə də bu günləri mən onların arxasında olaraq Azərbaycana üst tutdum, kömək istədim. Bizim orada olan vətəndaşlarımıza kömək eləyəyin və oradan Azərbaycana gəlmək istəyənlər çoxdur. Bunu mən sizə aydınlaşdırmağa görə Çox gözəl. Samirə xanım, ilk öncə istərdim ki, aydınlıq gətirək ki, bu günləri siz, yəni demək olar ki, bu il dönümü ilə bağlı bu günü təsadüf edib, siz Azərbaycana Rusiya və Ukrayna arasında gedən müharibə nəticəsində həlak olmuş, şəhid olmuş şəxsin gətirilməsi ilə bu günləri, bu tədbiri Azərbaycanda keçirir. Və bundan öncəki illərdə Rusiyada nə şəkildə qarşılanır, yəni Xocalı faciəsi? 20 yanvar 20 yanvarda şəhidləri həmişəki kimi necə
biz burada düşünürüksə, biz başqa ölkələrdə də onu qəbul edib o cür düşünürük. Biz asanlıqla o ölkələrdə yaşamırıq, çox çətinliklə yaşayırıq. O üzdən də bugünkü günü gətirdiyim o cəsəd Cəfərov Rövşən Turxayovun təhvil verdim öz yaxınlarına. Mən heç nə vallah danışa bilmirəm, doluram. Neçə şəhid analarınla üzləşdim, yaxından danışdım. Onlara mən də təsəlli olmağa öz köməyimi bildirdim. Sağ olun ki, siz də varsınız. Bugünkü bu təsadüfdə mən də burada iştirak eləyə bildim. Bu günləri istər-istəməz, yəni biz bir müddət Azərbaycanın işğal edilmiş torpaqlarını, ermənilər tərəfindən işğal edilmiş torpaqlarının nəticəsində milyonlarla qaçqınlarımız əziyyət çəkdilər və o cümlədən bir çox el obalarımız erməni işğalında uzun müddət qaldı və nəticədə 44 gün müharibə nəticəsində azad edildi və yenidən torpağa dönüş başladı və Xocalın azad olundu və şəhidlərimizin ruhu şad oldu. Bunun üçün biz bilirik ki, dünyada istər-istəməz hər hansı bir müharibəni getdikdə orada anaların başı qara yaylıqlara bürünmüş olur və kimisi həyat yoldaşını, kimisi evladını, kimisi atasını yəni itirmiş olur. Bu da acıdır, çünki insanlar arasında böyük bir itkidir ki, illərcə böyründə gördüyün şəxsi və bir anda itirmiş olursan. Bu günləri siz qeyd etdiniz ki, Rusiya və Ukrayna arasında gedən müharibə nəticəsində bizim də orada hansı ki vətəndaşlarımız ki var, oranın Rusiya Federasiyasının vətəndaşıdır və onlar istərsə məcburiyyətdən və yaxud da könüllü hansısa şəkildə müharibəyə cəlb olunur və müharibə nəticəsində yaralanır və şəhid olur. Yəni müharibənin ilkin olaraq dünyanın bəyənmədiyi hissələrdir. Yəni ki, bütün dünya bəyənmir ki, bu günləri müharibə olsun və müharibə nəticəsində hər hansı bir itki və əlillər yəni ki, meydana gəlsin. Bu günləri bizim orada olan sahibkarlarımız, Rusiya Federasiyasında olan sahibkarlarımız, iş adamlarımız və o cümlədən diaspor və dövlət qurumları bu günləri bu sahədə, yəni ki, vətəndaşların orada şəhid olan azərbaycanlıların Azərbaycana gətirilməsində və yaxud da orada təntənəli surətdə dəfn mərasiminin təşkil olunmasında və yararlıların hər hansı bir sahədə müayinə və müalicələrinin təmin olunması məsələsini siz bir həkim olaraq yəni necə görürsünüz? Bəli, mən orada xəstələrimiz, yaralılarımız müraciət eləyəndə mən də öz başqa olan orada köməkçilərimdən kömək istəyirəm. Mənə dəstək olsunlar, onların müalicəsindən, onların bütün ayağa qalxana qədər onlardan kömək diləyirəm. Bugünkü gündə də mən üzümü tuturam, burada sizlərə arxamızdasınız. Sizlərdən kömək istəyirəm. Salam, hörmətli izləyicilər. Biz Yeni Baxış İctimai Nəzarət Təşkilatının baş ofisində toplanaraq çox dəyərlimiz Rüstəm həkimlə Səmrə xanımı xarici dövlətdən, yəni Rusiyadan gəlmiş cərrahımızı tanış etdik və efir aparılması üçün Rövşən müəllimə quşnasdığımızı buyurun, Rövşən müəllim. Salam, hər vaxtınız xeyir. Bu günləri Yeni Baxış İctimai Nəzarət Təşkilatının ofisində cəmləşmişik. Əsas məqsədimiz bu günləri Rusiya Federasiyasının qonağı olan, Azərbaycanda bu günləri qonağımız olan Samirə xanımın gəlişi ilə bağlı olaraq, həm də eyni zamanda Azərbaycanda həkimlik hər ikisi bir arada olduğu halda bizlər ilkin olaraq efir xəttində istərdik ki, qarşılıqlı əməkdaşlıq olaraq Azərbaycan və Rusiya arasındakı münasibətlərin yaradılmasında və o cümlədən Azərbaycanlıların istər öz vətənində, istərsə də xaricdə yaşayan azərbaycanlılara hər hansı bir dəstəyin göstərilməsi məqsədi ilə artıq bu efiri müəyyən etmişik.
İlk öncə mən istərdim ki, sözü verək xaricdən, yəni Rusiya Federasiyasından bizə qonaq gəlmiş Samirə xanıma. Samirə xanım, ilk öncə istərdik ki, Rusiya Federasiyasında olan həmvətənlərimiz ki var, onlarla bağlı bu günləri onlara olan münasibət və onlarla bağlı hər hansı bir öz fikirlərinizi bizlərlə bölüşəsiniz. Sağ olun, söz verdiyiniz üçün hər kəsi salamlayıram. Mən də çox şad oldum ki, bu günlər Azərbaycanda Hospital Klinikasının rəhbəri olaraq General Hospital Klinikası General Hospital Klinikasında olan direktoru Rüstəm olaraq ki, Rüstəm həkimi şad oldum tanımaqda və mən də çalışdım. Orada olan xəstələrimiz var, müraciət edirlər mənə. Mən də onları Azərbaycana yönəldim. Öz professorumuz, həkimimiz var. Köməyimizlə bir-birimizə kömək eləyək. Bütün müalicələrin öhdəsindən gələk. Bütün xəstələrimizə kömək göstərək. Sağ olun ki, bugünkü gündə tanış elədiniz, tanış olduq. Şad oldum tanış olmağıma. Bu günləri, yəni General Hospital demək olar ki, Azərbaycanda öz nəticələrinə görə, vətəndaşlara xidmətlərinə görə fərqlənən klinikalardan birisidir və çox şad olduq ki, bu günləri sizlərin orada rəhbərliyiniz sahəsində Azərbaycan vətəndaşları yararlanır. Hər hansı bir tibbi sahələrdə özlərinin üzərlərində yaranmış problemlərin aradan qaldırılmasında, istərsə hər hansı bir müayinə və müalicələrdə sizin klinikadan yararlanaraq öz sağlamlıqlarına qovuşurlar. Bununla bağlı olaraq istərdik ki, siz də öz fikirlərinizi bölüşəsiniz bizlə ki, bu günləri Azərbaycanda və Rusiyada hər hansı bir vətəndaşların yaranmış problemlərin Azərbaycanda çözülməsi üçün, hər hansı bir xəstəliklərin aradan qaldırılması üçün sizə qarşılıqlı əməkdaşlıq olaraq hansı sahələrdə müraciət edə bilər? Çox sağ olun mənə söz verdiyinizə görə. Birinci Şahvələt müəllimə, sədrimizə təşəkkürümü bildirirəm ki, mən dəvət elədiyi bu günləri bu televiziyadan, Nəzarət televiziyasının mənə imkan verib çıxış eləməyə. Samirə xanım, sizə də minnətdaram. Qısa zaman kəsin sizinlə görüşdük. Çox mənə xoş oldu ki, siz Rusiyada, yəni bu qədər Azərbaycanlı vətəndaşlara, millətimizə, dövlətə, dövlətçilə xidmət edirsiniz. Və bu gün də bu qədər uzaq yolu gəlmişsiniz bura. Sizin kimi cərrahların həmişə bizim ehtiyacımız olub. Bu klinikada mən Respublikada 3 nömrəli lisenziyalananda ilk, hələ Azərbaycanda yeni yarananda mən aldım 3 nömrəli lisenziyanı. Uzun illərdir mən bu fəaliyyəti göstərirəm. İndi də klinikamız Qarasol qəsəbəsində yerləşir. 5 mərtəbəli klinikadır. Orada indi cərrahiyyə şöbəsini açırıq. Çox geniş xidmətlər, geniş sahəli xidmətimiz var. Mən özüm uzun illər səhiyyə təşkilatçısı olmuşam. İnstruktorlarından qısa zaman kəsində 2-3 il təqribən sıravi həkim kimi işləmişəm. Sonra baş həkim, səhiyyə şöbəsinin müdürü, dövlət sahəsində xidmətlərim, 20 ilə qədər dairə seçki həmçinin sədri, dövlətin ağır vaxtında xidmətlərim böyüyüb. İndi bir gün şadam ki, siz kimi bir Azərbaycan vətəndaşı, düz Rusiya vətəndaşı Azərbaycana gəlib, burada Rusiyada olan vətəndaşların səhhətində, sağlamlığında problem olanda onu bizə istiqamətləndirsin. Mən də əlimdən gələn var gücümlə dövlətçi xidmətimi göstərəcəm. Çox sağ olun Şahvələt müəllim. Çox şad olduq ki, hər iki xanımla, hər iki bu günləri səhiyyə sahəsində olacaq kollegiyaların qarşılıqlı münasibətlərinin yaranmasında bizlər də yəni ən azından bu efir xəttini qura bildik. Bu günləri Səhiyyə Nazirliyinin və o cümlədən də dövlət rəhbərliyinin xüsusi göstərişi əsnasında dünyada, yəni dünyanın bütün dövlətlərində olan Azərbaycanlıların, bu günlər səhiyyə sahəsində olan Azərbaycanlıların Azərbaycana gətirilməsində çox böyük cəhd göstərilir. Çünki bu günləri Azərbaycanlıların hansısa dövlətdə səhiyyəmizi təmsil etməsi də müsbət halda, həm də baxmayaraq ki, Azərbaycana gətirilməsi üçün artıq bir neçə həkimlərimiz mən bilən ki var, artıq Azərbaycanda bir neçə klinikalarda fəaliyyət göstərir və Azərbaycan vətəndaşlarına xidmətdədirlər. Biz ilk öncə bu günləri Azərbaycanın istənilən sahədə
Azərbaycanlıların bu günləri sağlamlığı daha önəmli olduğu üçün, vətəndaşlarımızın daha önəmli olduğu üçün bizlər də istərdik ki, sizlərin sahəsində, istər Rusiya Federasiyasında olan azərbaycanlılarla bağlı, istərsə də Azərbaycanda olan Azərbaycan vətəndaşları, həmyerlilərimizlə bağlı olaraq bu günləri sağlam olsunlar. Onlar Azərbaycana və Azərbaycanın gələcəyi üçün, yəni sağlam vətəndaşın yetişdirilməsində əllərindən gələni əsirgəməsinlər. Mən inanıram ki, bu sahədə də sizlərin əməkdaşlığı daha geniş olacaq. Əlavə olaraq istərdik siz də öz fikirlərinizi deyərdiniz. Əvvəla salam hər kəsə, bütün izləyiciləri salamlayıram. Rüstəm həkim, Zəmrə xanım, xoş gəlmişsiniz. Çox sağ olun. Onu qeyd etmək istəyirəm ki, Rüstəm həkim bizim təşkilatın həm Suraxan rayonu üzrə sədri, həm də səhiyyə üzrə sədrin köməkçisiyəm. Mən müavinimdir. Zəmrə xanım da onun kimi mənim Rusiya Federasiyasında müavinimdir. Artıq bizi orada təmsil edəcək, bizim xalqımıza yüksək səviyyədə bu iki insanlar qulluq etdiyi üçün mən bunları dəvət etdim təşkilatımıza və yanılmadığımda əminəm, sevinirəm ki, belə dəyərli insanlar bizim təşkilata üz tutublar, belə savadlı həkimlər. Həkim insanın həyatda qalması üçün ən böyük rol oynayan bir insanlar. Bu insanlar da